Salam değerli izleyicilerim. Bu kanalımın ilk vlogudur. Sizinle öz kəndimizin, öz həyətimizin, təbiətinin gözəlliyini və bununla yanaşı öz əl işlərimi sizinlə bölüşmək istəyirəm. Bu mənim çiçəklərimdir. Mən onları çox sevirəm və sevərəkdən qulluq edirəm. Artıq həyatımın ayrılmaz bir hissəsi olublar. Bugün isə sizinlə ıslak keks reseptini paylaşmaq istəyirəm. Bunun üçün bizə lazım olan ərzaqları görürsünüz. İlk öncə 4 yumurtanı mikserin orta dərəcəsində əlimizi saxlamadan ağarana qədər çırpırıq. Və sonra üzərinə 1 stəkan şəkər tozu əlavə edib, yenidən dayanmadan ağarana qədər, köpürənə qədər çırpırıq. Məhlul hazır olduqdan sonra üzərinə 1 stəkan duru yağ, 2 stəkan süt əlavə edib yaxşıca həll edirik. Sonra isə 2 stəkan un, 1 paket vanil, 1 paket qabartma tozu və 3 xörək qaşığı kakaonu əlavə edib qaşıq vasitəsilə yaxşı qarışdırırıq. Tam hazır olduqdan sonra soba listinə əlavə edib sobada 180 dərəcədə bişməyə qoyuruq. Keks bişənə qədər şokolad sosunu hazırlayaq. Kiçik bir qaba 1 stəkan şəkər tozu, 2 xörək qaşığı kakao və 1 xörək qaşığı unu, yəni quru ərzaqları əlavə edib onları qarışdırıb, sonra üzərinə yarım stəkan duru yağ, 2 stəkan süt töküb, əlimizi saxlamadan orta ateşdə qaynayana qədər bişiririk. Qaynamağa başladıqda artıq şokolad sosumuz hazırdır deməkdir. Dostlar, bu arada qonşu çox sağ olsun. Bizim üçün öz bağından gilas gətirib. Mən qışda ıslak keksin üzərinə kakao və ya qoz, fındıq, hər hansı bir çərəzi rəndədən keçirdib tökürəm. Yayda isə mövsüm meyvələrindən istifadə edirəm. Əlimdə gilas olduğu üçün bu səfər ıslak keksin üzərinə gilas düzdüm. Və artıq keksimiz hazır olmaq üzrədir. Keksi sobadan çıxardırıq. İlk dincinin çıxmağını gözləyirik. Biraz soyuduqdan sonra istədiyimiz ölçüdə doğrayırıq. Sosunu əlavə edib üzərini gilasla bəzəyirik. İnanın ki, dadı möhtəşəm olur. Göz haqqınızı halal edin. Artıq videomuzun sonuna doğru
gedirik. Növbəti videolarda görüşmək diləyilə. Kanalımıza abunə olub, bəyənməyi, yorum yazmağı unutmayın.